Daha asan Sezar salatı resepti gələnə qədər iddia edirəm ki, ən asanı budur. İlk öncə çörəkləri doğrayıb, duru yağ, duz, istiot vurub sobada bişirirəm. Ardından toyuğun filesinə duz, istiot, paprika əlavə edib tavada qızardıram. Keçək sosun hazırlanmasına. Rəndələnmiş pendirin üzərinə mayonez, duz, istiot, bir diş sarımsaq və limon suyu əlavə edib qarışdırırıq. Və sosumuz hazırdır. Ardından yaxşı təmizlənmiş və yuyulmuş kağıları iri doğrayıram. Salata əlavə edəcəyim pomidorları da 2 hissəyə bölürəm. Ardıcıl olaraq kahı, pomidor, suxari əlavə edib sosu da üzərinə töküb yaxşıca salatı qarışdırırıq. Ərzaqlar hamısı yaxşıca qarışdıqdan sonra servis edək. Servis edəcəyim qaba hazırladığım salatı əlavə edirəm. Qızartdığım toyuq filesini gördüyünüz qaydada doğrayırıq və son olaraq salatın üzərini pomidor, suxari və toyuq filesi ilə bəzəyib, üzərinə də pendir rəndələyib servis edirəm. Hazırlayacaq olan hamıya nuş olsun. Sağ olun.